Salam, hər vaxtınız xeyir. 6-cı sinifin izahını verəcəm. Bugün test nümunəsini. Birinci sualı oxuyuram. Müəllim şagirdlərə izah edir ki, mahnının əvvəlində səs zəif başlayır, sonra tədricən güclənir. Bu vəziyyətdə hansı işarə istifadə olunur? Burada deyir ki, səs zəif başlayır, tədricən get-gedə güclənməyə crescendo deyilir. Yəni B variantı doğru cavabımız. Şagird mahnını çox ucadan oxuyur. Müəllim isə deyir ki, orta tempdə oxusun. Lakin zəif yox, çox zəif yox, orta tempdə deyir. Not hansı işarə yazılmalıdır? Burada mezzo forte yazılmalıdır. Mezzo forte orta tempdə deməkdir. Üçüncü sualı oxuyuram. Musiqi əsərində bəstəkar səsin çox zəif səslənməsini istəyir. Bu zaman hansı dinamik işarə yazılır? Səsin çox zəif səslənməsini deyirsə 2 piano, yəni pianissimo. A variantı burada doğru cavabımız. Musiqi dərs əsərində səs əvvəl güclü səslənir, sonra isə tədricən zəifləyir. Bu hansı dinamik işarədir? Bu diminuendodur. Doğru cavabımız C variantı. Müəllim not dəftərində mezzo forte işarəsini göstərir və şagirdlərə izah edir. Bu hansı səslənməni bildirir? Bu orta ucadan səslənməni bildirir. B variantı doğru cavabımız. Müəllim sinifdə musiqi dərsi keçir və sizə bildirir ki, Qara Qarayev yalnız simfonik musiqi əsərləri yazmayıb, həm də balet və kamera musiqisi ilə məşğul olub. Qara Qarayevin hansı əsəri balet üçün yazılmışdır? 7 gözəl baleti. D variantı doğru cavabımız. Müəllim dərsdə deyir ki, Qarayevin bəstəkarlıq fəaliyyəti gənclik illərindən başlayıb və Moskva konservatoriyasında Sostakoviçin sinifində təhsil alıb. Sual: bu məlumat əsasında hansı nəticəni çıxarmaq olar? Qara Qarayev həm Azərbaycan, həm dünya musiqisi ənənələrini öyrənmişdir. Doğru cavabımız A variantı olacaq. Burada Qara Qarayev yalnız Azərbaycan musiqisi ənənəsini öyrənmişdir. Xeyr, həm dünya, həm də Azərbaycan. Bildiyimiz kimi Qara Qarayevin başqa əsərləri vardır ki, məsələn İldırımlı Yollarla əsəri başqa xalqın əsərindən götürülmüşdür, belə deyək. Don Kixotdur. 8-ci sualı oxuyuram. Musiqi dərsində müəllim şagirdlərə deyir ki, Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından biri 1918-ci ildə anadan olmuşdur. O sonradan Moskva Dövlət Konservatoriyasına Dmitri Sostakoviçin sinifində təhsil almışdır. Müəllim bəhs etdiyi bəstəkar kimdir? Bu Qara Qarayevdir. Doğru cavabımız B variantı. 9-cu suala baxırıq. Müəllim sinifdə balet janrını izah edir və deyir ki, Azərbaycan balet sənətinin inkişafında böyük rol oynamış bəstəkarlardan biri 7 gözəl və İldırımlı Yollarla baletini yazmışdır. Bu da Qara Qarayev olacaq cavabımız. Bir şagird deyir ki, bəzi Azərbaycan filmlərinin musiqisi çox təsirli və yadda qalan olur. Müəllim bildirir ki, uzaq sahillərdə Don Kixot kimi musiqi yazan bəstəkar Qara Qarayevdir. Bu məlumat Qarayevin yaradıcılığının hansı sahəsini göstərir? Don Kixotdur, uzaq sahillərdədir. Bildiyimiz kimi film musiqisi sahəsində fəaliyyətidir. B variantı doğru cavab. Şagirdlərə tapşırıq verilir ki, Qara Qarayevin məşhur əsərlərinin birini nümunə göstərirlər. Şagirdlər aşağıdakı əsərləri sadalayırlar. 7 gözəl İldırımlı Yollarla Xəzər neftçiləri haqqında dastan. Bu əsərlər haqqında hansı fikir doğrudur? Hamısı Qara Qarayevin əsəridir, yalnız birincisi Qara Qarayevindir, yalnız baletlər Qara Qarayevindir, heç biri Qara Qarayevə aid deyil. Burada hamısı Qara Qarayevə aiddir. 7 gözəl İldırımlı Yollarla baletdir, Xəzər neftçiləri haqqında dastan isə filmə musiqi yazmışdır. 12-ci suala baxırıq. Musiqi dərsində müəllim deyir ki, məşhur bəstəkar 1810-cu ildə Varşavada anadan olmuş, 1849-cu ildə isə Parisdə vəfat etmişdir. Fortepiano üçün çoxlu əsərlər yazmışdır. Müəllim danışdığı bəstəkar kimdir? Müəllimin danışdığı bəstəkar Frederic Chopin'dir. Polyaq bəstəkarı. Bir şagird bildirir ki, bəstəkar Varşavada ali musiqi məktəbini bitirmiş və fortepiano üçün etüdlər, mazurkalar, valslar və nokturunlər yazmışdır. Bu fakt bəstəkarın yaradıcılığı haqqında nəyi göstərir? Bu fakt bəstəkarın fortepiano musiqisinə böyük ustası olduğunu göstərir. Ən çox demək olar ki, Chopin'in yazdığı əsərlər fortepiano üçün yazmışdır. Müəllim deyir ki, Chopin vətənini çox sevirdi. Onun vəsiyyətinə görə ölümündən sonra ürəyi Varşavaya aparılmışdır. Bu fakt bəstəkarın hansı xüsusiyyətini göstərir? Bu fakt bəstəkarın vətənini çox sevməyini göstərir. Onun vətənpərvərliyini göstərir.
Musiqi dərsində müəllim Mi minor valsi və Qara Qarayevin fikirli fortepiano pyesini səsləndirir və deyir ki, bu əsərlərin melodiyası lirik, axıcı və mahnı xarakterlidir. Bu xüsusiyyətlər hansı musiqi xarakterini göstərir? Deməli, bu xüsusiyyətlər onu göstərir ki, lirik və emosional musiqini göstərir. Yəni, Qara Qarayevin fikirli fortepiano pyesi, Chopin'in Mi minor valsı vas tempindədir. Əsərin melodiyası lirik, axıcı, mahnı xarakterlidir. Bu da insana gözəl hisslər yaradır. Yəni ikisinin də ortaq cəhəti odur ki, lirik, axıcı, mahnı xarakterli və vas tempində olmağıdır. Musiqi dərsində müəllim bildirir ki, görkəmli Azərbaycan bəstəkarı öz səhnə əsərlərində Azərbaycan xalq musiqisindən geniş istifadə etmişdir. O, Leyli Məcnun muğam operasının sərkərdə obrazının ariyasında Heyrata zərbi muğamından istifadə etmişdir. Müəllimin bəhs etdiyi bəstəkar kimdir? Üzeyir Hacıbəylidir. Üzeyir Hacıbəyli Leyli Məcnun muğam operasında Nofəlin ariyası üçün Heyrata Azərbaycan zərbi muğamından istifadə etmişdir. Müəllim dərsdə izah edir ki, bəstəkarlar təkcə öz xalqlarının deyil, digər xalqların musiqi nümunələrini də yaradırlar. Ona misal olaraq Ruslan və Lyudmila operasını göstərir. Bu operanın müəllifi kimdir? Bu operanın müəllifi Mixail Glinkadır. Yəni, Mixail Glinka Ruslan və Lyudmila operasında qalanın dibində bir quş olaydım Azərbaycan xalq mahnısından istifadə etmişdir. Deyim də İran qızlarının xorunda. Musiqi dərsində müəllim qeyd edir ki, bəzi xarici bəstəkarlar da Azərbaycan xalq musiqisindən ilham almışlar. Məsələn, 3-cü kvartetində Azərbaycan xalq musiqisi motivlərindən istifadə edən Macar bəstəkarı vardır. Bu bəstəkar kimdir? Bu bəstəkar Bella Bartokdur. Bella Bartok Macar bəstəkarıdır. 3-cü kvartetində tərəkkəmli Azərbaycan xalq rəqsindən istifadə etmişdi. Şagirdlər belə nəticəyə gəlirlər ki, dünya musiqisində bəstəkarlar müxtəlif xalqların musiqi elementlərindən istifadə edirlər. Bu fakt nəyi göstərir? Bu fakt onu göstərir ki, musiqi xalqlar arasında mədəni əlaqəni göstərir. B variantı doğru cavabımızdır. Musiqidə yalnız klassik qaydalar yazılır. Bu ola bilməz. Çünki burada söhbət gedir ki, şagirdlər belə nəticəyə gəlir ki, dünya musiqisində bəstəkarlar müxtəlif xalqların musiqisindən də elementlərindən istifadə edirlər. Yəni Bella Bartok kimi, Mixail Glinka kimi, Johann Sebastian Bach'ın orqan 3 re minor toccata fuqasında Bayatı-Şiraz klassik muğamının intonasiyaları duyulur. Yəni belə əsərlərə görə musiqi xalqlar arasında mədəni əlaqələri göstərir. Cavabı olacaq B variantı. Müəllim tarix dərsində bildirir ki, Azərbaycan xalqının əzmi, güclü ordusu və müasir texnikası sayəsində 2-ci Qarabağ müharibəsinə böyük qələbə qazanmışdır. Müharibə nəticəsində işğal altında olan torpaqlarımız azad edilmişdir. Bu müharibə tarixdə necə adlanırdı? Bu, Vətən müharibəsi kimi adlanırdı. Yəni 2-ci Qarabağ müharibəsi. Həm 2-ci Qarabağ müharibəsi də deyilə bilər, həm də ki, Vətən müharibəsi də deyilə bilər. Müəllim qeyd edir ki, Şuşa şəhərinin azad edildiyi gün Azərbaycan tarixində xüsusi gün kimi qeyd olunur. Şuşanın azad edildiyi gün hansı tarixdir və necə adlanır? Bu 8 noyabr Zəfər günü kimi qeyd olunur. 10 noyabrda əslində Şuşa azadlığı qovuşdu, amma biz 8 noyabr Zəfər günü kimi qeyd edirik. Musiqi dərsində müəllim deyir ki, Azərbaycan bəstəkarı Zəfər himni kantatasını yazmış, bu əsəri Azərbaycan ordusunun ali baş komandanına həsr etmişdir. Bu kantatanın bəstəkarı kimdir? Bu kantatanın bəstəkarı Oqtay Rəcəbovdur. Oqtay Rəcəbov İlham Əliyev həsr etmişdir kantatanı. Sözləri isə Baba Vəziroğlunundur. Kantata nəyə deyir? Kantata simfonik orkestr, xor və solistlər üçün nəzərdə tutulmuş təntənəli xarakterli əsərdir. Musiqi dərsində müəllim qeyd edir ki, Vətən yaxşıdır təsnifi Vətən müharibəsi şəhid olan qəhrəman əsgər Xudayar Yusufzadənin ifasında yenidən məşhurlaşmışdır. Bu təsnifin sözləri və musiqisi kimə məxsusdur? Bu təsnifin musiqisi Əli Baba Məmmədov, sözləri Əlağa Vahidə məxsusdur. Və birinci adı Vətən yaxşıdır olsa da, ikinci adı Xudayar təsnifi kimi dəyişdirilmişdir. Bunu Əli Baba Məmmədov şəhid Xudayarın xatirəsinə ehtiram əlaməti olaraq Xudayar təsnifi adlandırmışdır. Məsələn, 6-cı sinif kitabında orada musiqi dinləyək bölməsi var. Musiqi dinləyək bölməsində Mircavad Cəfərovun və Cəngi etnocaz qrupunun Xudayar təsnifinin ifası var. Onu da diqqət yetirək ora. Ola bilər də sualda düşə bilər. Müəllim bildirir ki,
Polifonik musiqinin məşhur janrlarından biri fuqa adlanır. Fuqa latın dilində qaçmaq, yüyürmək deməkdir. Fuqa hansı musiqi növünə aiddir? Fuqa polifonik janra aiddir. Musiqi tarixində öyrənən şagirdlər bilirlər ki, fuqa janrı dünya musiqisini ən yüksək zirvəyə qaldıran məşhur alman bəstəkarı olmuşdur. Bu bəstəkar Johann Sebastian Bach'dır. Doğru cavabımız B variantıdır. Deməli, fuqanı zirvələrə qaldıran, ən çox əsər yazan Johann Sebastian Bach olmuşdu. Azərbaycanda da bu janrı Qara Qarayev. Burada bir musiqi dərsində müəllim deyir ki, Azərbaycan bəstəkarlarının biri də fuqa janrında əsərlər bəstələmişdir. Bu da Qara Qarayev olmuşdur. Ən çox əsər yazan bəstəkar. İndi hal-hazırda oğlu Fərəc Qarayev də polifonik üsluba əsərlər yazır. Müəllim bildirir ki, görkəmli Azərbaycan dirijoru və bəstəkarı 1912-ci ildə anadan olmuş, 1984-cü ildə isə vəfat etmişdir. Bu bəstəkar Niyazidir. Niyazidir. Doğru cavabımız A variantı. Şagirdlər öyrənirlər ki, bəstəkarın rast simfonik muğamı Azərbaycan musiqisində mühüm yer tutur. Rast əsərinin janrı simfonik muğam janrıdır. B variantı doğru cavabımız. Musiqi dərsində müəllim qeyd edir ki, bəstəkar Çıtra baletinə görə beynəlxalq mükafata layiq görülmüşdür. Bu mükafat Cəvahirlər Nehru adına beynəlxalq mükafatdır. Doğru cavabımız C variantı. Musiqi dərsində müəllim Azərbaycan bəstəkarları və dirijoru Niyazinin yaradıcılığından danışır. O bildirir ki, bəstəkarın Zaqatala suitası adlı simfonik əsər. Bu əsər Azərbaycan təbiətinin və xalq ruhunu əks etdirir. Zaqatala suitası hansı janra aiddir? Suita janrına aiddir. Doğru cavabımız C variantı olacaq. Şagirdlər öyrənirlər ki, Niyazi Xosrov və Şirin operasının müəllifidir və bu əsər klassik şərq ədəbiyyatında əsaslanır. Bu əsər hansı janra aiddir? Bu əsər opera janrına aiddir. Doğru cavabımız A variantı. Bir şagird qeyd edir ki, bəstəkar Niyazi təkcə səhnə əsərləri deyil, həm də kino filmlərinə musiqi yazmışdır. Məsələn, Almaz Kəndlilər, Fətəli xan filmləri musiqi bəstələmişdir. Bu fakt bəstəkarın film musiqisinə yazdığından bəhs edir. Yəni doğru cavab B variantıdır. Müəllim deyir ki, Ludwig van Beethoven sol major menueti əsərində əsas melodiya bir səslə verilir. Digər səslər isə onu müşayiət edir. Bu əsər hansı musiqi quruluşuna aiddir? Bildiyimiz kimi Ludwig van Beethoven sol major menueti homfonik janrdadır, homfonik quruluşdadır. Doğru cavabımız B variantı. Musiqi tarixini öyrənən şagirdlər bilirlər ki, La minor preludu əsərində bir neçə müstəqil melodi xətt eyni vaxtda səslənir. Bu əsərin müəllifi kimdir? Bu əsərin müəllifi Johann Sebastian Bach'dır və bu da polifonik üslubdadır. Ludwig van Beethoven'un sol major menueti homfonik, Johann Sebastian Bach'ın La minor preludu isə polifonik janrdadır, yəni çox səslidir. Müəllim bildirir ki, Azərbaycan bəstəkarı 1922-ci ildə anadan olub, 1984-cü ildə isə vəfat etmişdir. Dünya musiqisində yeni janr simfonik muğam janrını yaratmışdır. Bu bəstəkar kimdir? Bu bəstəkar Fikrət Əmirovdur. Doğru cavabımız B variantıdır. Musiqi dərsində müəllim Şur və Kürdovşarı adlı məşhur əsərlərini səsləndirir və bildirir ki, bu əsərlər simfonik muğam janrına aiddir. Bu əsərlərin müəllifi kimdir? Bu əsərlərin müəllifi Fikrət Əmirovdur. Şagirdlər öyrənirlər ki, Fikrət Əmirovun əsərlərinin melodiyaları xalq musiqisi intonasiyalarına əsaslanır və buna görə də çox sevilir. Bu xüsusiyyətlər nəyi göstərir? Bu xüsusiyyətlər onu göstərir ki, bəstəkar xalq musiqisi ilə klassik musiqini birləşdirmişdir. Doğru cavabımız B variantı. Hansı bəstəkar öz operasında onu demə zalım yer Azərbaycan xalq mahnısının intonasiyalarından istifadə etmişdi. Burada da deməli Sevil operasındadır. Sevil operasında Fikrət Əmirov onu demə zalım yer Azərbaycan xalq mahnısından istifadə etmişdir. Dünya şöhrətli Azərbaycan dirijoru bəstəkarı kimdir? Niyazi Tağzadədir. Fikrət Əmirovun Şur simfonik muğamı hansı üslubdadır? Həm homfonik, həm də polifonik üslubdadır. Doğru cavabımız C variantı. Koroğlu operasının ikinci pərdəsində Koroğlunun ariyasının xarakteri necədir? Koroğlunun deməli ariyası təntənəlidir. Simli alətlər orkestrində neçə cür alət iştirak edir? Simli alətlər orkestrində deməli 4 cür alət iştirak edir.
20 yanvar simfoniyası hansı bəstəkarındır? 20 yanvar simfoniyası Azər Rızayev'indir. Johann Sebastian Bach'ın Yumoreska əsəri necə əsərdir? Yumoreska əsəri polifonik əsərdir. Belə deyək. Serenada janrı harda yaranmışdı? İtaliyada və İspaniyada. Serenada günün hansı vaxtlarında ifa edilirdi? Axşam vaxtlarında. Doğru cavabımız C variantı. Fransız bəstəkarı Pyotr Teloy Xocalı 613 əsərində hansı alətlərdən istifadə etmişdir? Simfonik orkestr, solo, skripka və balaban alətindən istifadə etmişdir. Xocalı 613 əsərinin birinci hissəsini bəstəkar hansı elementlərdən istifadə etmişdi? Birinci hissəsində küçələrə süslətmişəm, Azərbaycan xalq mahnısından istifadə etmişdi. Doğru cavabımız C variantı. Əsər ilk dəfə harda ifa olunub? Əsər ilk dəfə 21 fevral 2013-cü ildə Parisdə Müqəddəs Roş kilsəsində. Parisdə Müqəddəs Roş kilsəsində B variantı. Xocalı 613 əsərinin 3-cü hissəsində yalılarımız intonasiyalarından istifadə olunmuşdu. Burada B variantıdır doğru cavab. Xocalı 613 əsərinin balaban partiyasını kim ifa etmişdi? Şirzad Fətəliyev ifa etmişdi. Doğru cavab B variantı. Klarnet partiyasını skripka partiyasında olacaq burada səhvdir. Skripka partiyasında Səbinə Rekçayeva ifa etmişdi. Xocalı 613 əsəri ilk dəfə hansı ildə ifa olunmuşdu? 2013-cü ildə. Doğru cavab B variantı. Əsərin təqdimatı 2015-ci ildə hansı orkestr tərəfindən həyata keçirilmişdir? Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa edilmişdi Üzeyir Hacıbəyli adına. Deməli, 2015-ci il iyulun 5-də Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına Lamürəx orkestrinin bədii rəhbəri Pyotr Teloyun Xocalı 613 piyesinin təqdimatı olmuşdur. Əsər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin tərkibində ifa edilmişdi. Sonradan bir sıra Avropa ölkələrində də ifa olunmuşdu. Operada Ludmila kim tərəfindən uğurlanır? Ludmila Çernomir tərəfindən uğurlanır. Doğru cavabımız B-dir. Çernomir Ludmila nə ilə təsir etmək istəyirdi? Çernomir Ludmila'nın xoşuna gəlmək istəyirdi. Ona görə də bahalı geyimlər geyinirdi nökərləri ilə birlikdə, öz nökərləri ilə birlikdə. Daha sonra Çernomir Ludmila'ya nə ilə təsir etmək istəyirdi? Bahalı geyimlər və nökərlərlə A variantı. Doğru cavabımız. Ruslan və Ludmila necə xilas edir? Böyük təhlükələri aşaraq B variantı. Mixail Glinka öz əsərində hansı xalq musiqisindən istifadə etmişdi? Mixail Glinka öz əsərində Azərbaycan xalq musiqisindən istifadə etmişdi. Bayaq da dediyim kimi İran qızlarının xorunda qalanın dibində bir qış olaydım Azərbaycan xalq mahnısından istifadə etmişdi. Serenada janrı harda yaranmışdı? Bayaq dediyimiz kimi İtaliya və İspaniyada yaranmışdı. Serenadanın müşayiətində ən çox hansı aləti ifa olunurdu? Gitara ilə ifa olunurdu. Serenada janrı klassik Avropa bəstəkarlarının biri kimdir? Bu da Franz Schubert'dir. Doğru cavabımız B variantı. Schubert'in serenadası adətən hansı səs ilə ifa olunur? Schubert'in serenadası adətən zirkişi səsi olan tenorla ifa olunur. Doğru cavab B variantıdır. Tofiq Quliyev Görüş filmindəki axşam mahnısını kim ifa etmişdi? Şövkət Ələkbərova ifa etmişdi. Johann Sebastian Bach'ın əsərləri niyə ən gözəl musiqi hesab olunurdu? Niyə ən gözəl musiqi hesab olunurdu? Çünki ifadəli və intonasiya asanlıqla yadda qalırdı. Doğru cavabımız B variantı. Düzün desəm mənə biraz Johann Sebastian Bach'ın əsərləri qəliz gəlir, amma ki kitabda deyilir ki, çox ifadəli və intonasiya asanlıqla yadda qalır. Doğru cavab B variantıdır. Bach'ın musiqisinin əhəz cəhətlərindən biri polifonik, yəni çox səsli olması ilə doğru cavabımız B variantı. Johann Sebastian Bach'ın Yumireskası hansı alətlər üçün yazılmışdı? Simli orkestr üçün yazılmışdı. Sonra Azərbaycan bəstəkarlarının kimlər Yumireska adlı fortepiano əsərləri yazmışdılar? Əşrəf Abbasov, Zakir Bağırov, Musa Mirzəyev. Simfonik orkestrin tərkibində hansı alətlər daxildir? Skripka, alt, violonçel və kontrabas daxildir. Demək olar ki, 6-cı sinifin